Təmirlan Qarayev hansı xidmətlərinə görə ömürlük səfirdir? Bu onun üçün mükafat, yoxsa sürgündür? Necə oldu ki, Xalq Cəbhəsinin fəalı həm ata, həm oğul Əliyevlərin əvəz olunmaz kadrı çıxdı? 2024-cü il 7 fevral prezident seçkilərindən sonra İlham Əliyevə qəribə bir məktub ünvanlandı. Onun müəllifi Litvadakı fövqəladə və səlahiyyətli səfir Təmirlan Qarayev idi. Əvvəl məktubun birinci hissəsi yayıldı. Orada Təmirlan Qarayev İlham Əliyevi növbəti dəfə prezident seçilməsi münasibətilə təbrik edirdi. Sonra isə məktubun əsas məğzi ictimailəşdi. Azərbaycanın Litvadakı səfiri Təmirlan Qarayevin diplomatik karyerasına son qoyulur. Bununla bağlı qərarın yaxın günlərdə veriləcəyi gözlənilir deyilirdi. Xarici İşlər Nazirliyindəki mənbədən mətbuata bildirildi ki, Vilniusdakı diplomatik korpusun rəhbəri 72 yaşlı səfir tutduğu postdan öz arzusu ilə getməyə hazırlaşır. O, yaşının irəlilədiyi, səhhətində problemlərin yarandığını əsas gətirərək vətənə dönməyə qərar verib. Bu da deyildi ki, yaxın günlərdə qərar ictimailəşəcəyi gözlənilir. Amma qərar verilmədi. Bu video hazırlananda artıq həmin məktubun ictimailəşməsindən 16 ay keçir. Təmirlan Qarayev isə hələ də xaricdə səfirdir. Təmirlan Qarayevin özünün yazdığı tərcüməyə hala baxaq. 1988-ci ildən Xalq Hərəkatının üzvüdür. Məhz Azərbaycan Xalq Cəbhəsinin üzvü kimi Azərbaycan parlamentinə düşüb. Sədr müavini olub. Bəs necə oldu ki, Heydər Əliyev yenidən hakimiyyətə gələn kimi müxalifətçi olan Təmirlan Qarayevi vəzifəyə təyin etdi? Tarixlərə diqqət edin. Heydər Əliyev 1993-cü il oktyabrın 3-ü prezident olur. Elə həmin ay Təmirlan Qarayev əldən ayaqdan uzaq Çinə səfir göndərilir. Biraz əvvələ gedək. 1991-ci il noyabrın 20-si dövlət katibi Tofiq İsmayılov başda olmaqla Azərbaycanın yüksək vəzifəli dövlət nümayəndələrinin Qarabağı daşıyan helikopter vurulur və onların hamısı şəhid olur. O vaxt adamları ən çox təəccübləndirən həm də Təmirlan Qarayevin nə üçün helikopterdə olmaması idi. Axı onlar hamısı bir yerdə idilər. Sonra Təmirlan Qarayev Qarakənd faciəsini araşdıran parlament araşdırma qrupunun rəhbəri oldu. Qaraqutunu gedər-gəlməzə Rusiyaya göndərmək də onun qərarı idi. Bəzən düşünürsən, Təmirlan Qarayev doğrudanmı Xalq Cəbhəsinin üzvü, fəalı idi? Yoxsa missiya yerinə yetirmək üçün onun sıralarına salınmışdı? O vaxt 1993-cü ilin iyulunda daha bir qəribə hadisə baş vermişdi. Birinci Qarabağ müharibəsinin döyüşçüsü, Azərbaycanlıların yerli özünü müdafiə dəstəsinin rəhbəri, Qarabağ Şahinləri batalyonunun komandiri Yaqub Rzayev həbsxanada müəmmalı şəraitdə dünyasını dəyişdi. Yaqub Rzayeva şücaətinə görə Qatır Məmməd, Allah Yaqub da deyirdilər. Yaqub Rzayev yaxud Qatır Məmməd ölümündən əvvəl həbsxana kamerasına demişdi ki, noyabrın 20-si Təmirlan Qarayev onu rasiya ilə axtarmışdı. Demişdi ki, səmadan bir erməni vertolyotu uçacaq, onu vurarsız, içərisindəkilər ermənilərdir. Yaqub Rzayev iddia edirdi ki, vertolyotu o vurub. Qatır Məmməd dediyim kimi peyvənd olundu və iynədən 20 dəqiqə sonra həyatını dəyişdi. Bu qəribə bəyanatlardan sonra Təmirlan Qarayev ağzından dindirilməli, ondan ifadə alınmalıydı. Bunun həqiqət yoxsa yalan olduğunu üzə çıxarmaq üçün. Əvəzində isə Təmirlan Qarayev səfir göndərildi. Diqqət edin, 1993-2001-ci il Çində səfir, 2004-2011-ci il Hindistanda səfir, 2006-2011-ci ildə Nepalda, Şri-Lankada, Banqladeşdə səfir, 2007-2011-ci ildə Maldivdə səfir, 2011-2018-ci ildə Asiya Dövlətləri Təşkilatında nümayəndə, 2011-2018-ci il İndoneziyada səfir, 2012-2018-ci il Singapurda səfir, 2013-2018-ci ildə Filippin, Timor, o bugün də Litvada fövqəladə və səlahiyyətli səfirdir. Üst-üstə 32 ilin səfiri. Həqiqətən Guinness rekorduna düşə bilər. Xocalı hadisələrlə bağlı Təmirlan Qarayev Çingiz Mustafayev belə demişdi. Mən bildiklərimi desəm, dilim yanar. Görünür elə o dilin yanmaması üçün 32 ildir səfirdir.